Salam hörmətli izləyicilər, xoş gördük sizləri Qratbek kanalında. Əziz izləyicilər, bugün biz bilincik hazırlayacağıq. Əziz izləyicilər, bu reseptlə hazırlasaz çox gözəl alınır. Deməli, bunun üçün bizə nələr lazım olacaqdır? Duru yağ lazım olacaqdır biraz, 1 stakan süd, 1 stakan belə deyək un və 3 yumurta. Təbii ki də duz zövqə görə. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, ilk öncə yumurtalarımızı qırırıq. Yumurtalar bizdə ev yumurtasıdır, yəni həyət yumurtası. Üç dənə yumurta gedir. Deməli, südümüzü əlavə edirik. 1 stakan süd. Yağ əlavə edirik. Duru yağımızın. Deməli, duz əlavə edirik. Və hələ ki unumuzu əlavə etmirik. Belə bir şeylə çalırıq. Yumurtamız qarışsın bir-birinə. Gördünüz, belə bir şey alınır. Yəni bizdə indi bu sarı olmağı ev yumurtası deyə sarı alındı. Və başlayırıq unumuzu yavaş-yavaş töküb və bax beləcə qarışdırmağa. Yəni çox şey olmasın, o cod-codlar içində olmasın. Beləcə qarışdırırıq. Belə eləmək lazımdır ki, əziz izləyicilər, bu içində cod-codlar olmasın. Yəni unu bir dəfəlik tökmüsünüz, az-az. Yəni bax bu şəkildə belə az-az tökür və qarışdırırıq. İndi mən çox video getməsin deyə nəticəni sizə göstərəcəyəm. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, baxın, necə gözəl alındı, nə içində unu cod-cod olmadı. Bax, belə gördüyünüz kimi, necə gözəl alınıbdır. Belə, indi tavamızı isidib, bunu pişirməyə başlayırıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, bax, belə bir tava götürmüşük. Ora bir damcı yağ belə edirik ki, yəni hər tərəfi islansın, çox yox, bir damcı. Belə və başlayırıq hazırlamağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi tavamızı bax belə isitmişik və başlayırıq artıq pişirməyə. Belə tökdük və hər tərəfinə yayırıq ki, pişsin. Beləcə başlayırıq hazırlamağa. Bir neçəsini pişirmişik. Gördünüz necə gözəl alındı. Biraz da bu hissəsi pişir. Artıq demək olar ki, bilinciklərimiz hazırdır. Belə də biraz da bu hissəsi pişəndən sonra götürürük və yenisini tökürük. Pişəndə əziz izləyicilər, birinci bax beləcə eləyirsiniz ki, hər tərəfinə yayılır. Baxın belə. Gördünüz əziz izləyicilər. Beləcə. Yayıldı, siz
5-10 saniyədən sonra demək olar ki, altı pişir və beləcə görürsünüz, dağılmır olmuş. Görürsünüz necə gözəl alınır. Belə. Çox asan və gözəl alınır. Burada götürürsə, nə dağılmır, nə bir şey olur. Belə götürürük, bax beləcə. Yürüyüb hər tərəfinə yayır. Birinci təmiz hər tərəfinə yayılsın. Yəni, bax, bu şəkildə edilsin. Çox asan və necə deyim, yaxşı da alınır. Görürsünüz, özü tavaya da yapışmır. Görürsünüz, nə də cırılmış. Görürsünüz, necə gözəl alınır. Yəni, bu reseptlə eləyin, inandırım sizi çox gözəl və qəşəng alınır. Artıq hazırdır. Bir dənə də eləyək. Bir də hər tərəfinə. Gördünüz necə asan alınır. Və heç rastda yapışmır, edəmir. Biraz da pişəndən sonra o biri tərəfini beləcə çeviririk. Bax belə, asan alınır. Yəni, çox asan alınan bir bilinçdir. Bax, göstərdiyiniz görürsünüz, necə gözəl alınır. Əziz izləyicilər, gördüyünüz kimi, baxın, bilinçlərimiz belə gözəl alındı. Necə gözəl alınıbdır. Bax, belə bu şəkildə hazırlayın və indi biz gələn videomuzda da, bundan sonraki videomuzda da necə içliyi hazırlanır, belə deyəlim, onu hazırlayıb, bişirib sizinlə paylaşacağıq. Yəni, izləyin bizi, inşallah onu da gələn videomuzda sizinlə bölüşəcək. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanallarımıza abunə olun. Videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl, faydalı reseptlər gəlir. Sağ olun əziz izləyicilər, salamat.